120 manata qaş olar. Niyə olmur ki? Özü də beləsindən. İndi sizə göstərəcəm. Prosta öncə sənəyə çatdırım. Mən öz izləyicilərimdən incimişəm açıq desəm. Nəyə görə paylaşım eləyirəm. 30-40 dənə bəyənmə gəlir. Rəy yazmırsınız. 1000-1500 baxır cəmi gəlir. Nəyimə lazım? Başım sal öz işimi görürəm də. O paylaşımlar izləyicilər üçündür konkret. Yəni sizlər baxıb mən əziyyət çəkirəm, onu çəkirəm, montaj edirəm. Yəni minnət kimi çıxmasın. Dəyər verin də xahiş edirəm. Bəyənmə atın, baxırsınızsa əgər bir rəy yazın ki, video biraz qabağa getsin, kəşfiyyata düşsün ki, mən biraz həvəslənib daha da çox videolar çəkim. Özünüz də yəqin görürsünüz ki, həftədə bir paylaşım edirəm, çıxıram. Xahiş edirəm dəyər verin əziyyətə. O bir yana, indi isə gəlin baxaq 120 manatlık qaşı necə çəkmişəm, şoka düşəcəksiniz. Söhbət bu qaşdan gedir. Prodüser incə tamamladım. Bu qaşı cəmi 120 manat çəkmişəm xanım üçün. 3 ildir səhifəmi izləyir, nəhayət gəldi, endirimdən faydalandı. Belə bir nəticədir. Bu qaşla xanım salonu tərk eləyəcək. Uzaqdan gördüyünüz kimi səliqəli bir qaşdır, dolu bir qaşdır. Formada qəşəngdir. Gəlin baxa görə bu qaşın içində nələr var imiş. Böyüdüb biz burada görə bilirik ki, səliqəli dəndən hızılar çəkilib. Birə-bir öz tükünüz yetişirsə, elə o istiqamətə çəkmişəm ki, qoy maksimal təbii görsənsin. Mikroblading prosedurudur. Qeyd edim ki, mikrobladingin daha qalıcı, daha təbii, anson texniki olan nanobrovs proseduru da var. Onun da qiyməti fərqlidir. Dolu qaş istəyənlər üçün nanoshredding proseduru da var. Ən çox endirim mikroblading proseduruna olub. Gəlin faydalanın, yararlanın. Canınız qutarsın tenden, karandaşdan. Sizcə necədir? Fikrinizi gözləyəcəm. Rəy yazın da, bu dəfə yazın.